spravçniklar və dokumentlər idi. Onlar məlumatı bazaya daxil eləyir və yaddaşda saxlayır. Amma məlumatı əldə etmək üçün də bizə ayrıca bir obyekt lazımdır. Məhz baxın bu отчеты, bu hesabat obyektimiz də sırf buna xidmət eləyir. Biraz da, yəni qısa da olsa terminologiyaya, tərifə də baxaq. Bu hesabat obyekti dedikdə nə anlaşılır? Hesabatlar bundan qabaqki dərslərimizdə öyrəndiyimiz digər obyektlər kimi konfiqurasiyanın tətbiqi obyektlərindəndir. Və bu obyektlər, yəni hesabat obyekti bazada informasiyanın işlənməsi və baxışı və analizi üçün uyğun formata istifadəçiyə təqdim edilməsi üçün nəzərdə tutulub. Həmin bu məlumatların, yəni əlavə edilən bazamıza yerləşdirilən məlumatların istifadəçiyə bir növ təqdim edilməsini, istifadəçinin bu əlavə olunmuş məlumatların